Bu hədis vəsiləsi sizi Peyğəmbər əleyhissalamın sahabələrindən birlə də tanış eləyim. Ənəs ibn Malik radiyallahu anh. Peyğəmbər əleyhissalam Mədinə Münəvvərəyə hicrət edib gəldikdə, Mədinəlilər Peyğəmbər əleyhissalama yardım məqsədi ilə hamı nəsə bir şey Peyğəmbərə hədiyyə gətirdilər. Və bir qadın heç bir şey olmadığından 10 yaşında Ənəsini əlindən tutur və gətirir və deyir ki, ya Rasulullah, hamı sizə nəsə bir hədiyyə verir, amma mənim oğlum Ənəsdən başqa heç bir şeyim yoxdur, mən onu sizə hədiyyə verirəm. Və Peyğəmbər əleyhissalatu vesselam onun bu oğlunu özünə qəbul edir və 10 il Peyğəmbər əleyhissalam Mədinədə yaşadığı müddətcə onun evində yaşayır. Peyğəmbər əleyhissalamın bütün məhrəm işlərini görən, bilən bir şəxsdir və hətta Peyğəmbər əleyhissalamın axirətə köçməsindən sonra deyir ki, mən Peyğəmbər əleyhissalama 10 il xidmət etdim. Bir dəfə də olsun nə özünü, nə də məni utandıracaq bir halətlə qarşılaşmadım. Bu gözəl sahabə Peyğəmbər əleyhissalamdan belə bir hədis rivayət edir. İnnə likulli şeyin qalbən və qalbul Qur'an Yasin. Kətəbəllahu ləhu bi qiraətiha qiraətəl Qur'an 10 mərrə. Buyurur Peyğəmbər əleyhissalatu vesselam bu hədis şərifdə. Hər bir şeyin bir qəlbi vardır. Qur'anın qəlbi isə Yasin surəsidir. Kim bu surəni bir dəfə oxuyarsa, Allah onun üçün Qur'an-ı Kərimi 10 dəfə oxumuş qədər savab yazar. Bilirsiniz ki, belə savablar olacaq surələr vardır. Peyğəmbər əleyhissalam bir hədisində buyurur ki, kim bir dəfə Qul huvallahu əhəd surəsini oxusa, Qur'anın 3-dən 1-ni oxumuş kimidir. 3 dəfə oxuyan insan Qur'anı bir dəfə oxumuş kimidir. Yasin surəsi isə burada buyurur ki, kim bir dəfə Yasin oxusa, Qur'an-ı Kərimi 10 dəfə oxumuş qədər savab vardır. Nə gözəl olardı ki, Qur'an-ı Kərimi üzündən, ərəbcədən olduğu kimi oxumağı öyrənərdik. Çünki Allah buyurur, vərəttil Qur'anı tərt, Qur'anı düz oxuyun. Digər hərflərlə, təcvidsiz, ustasız Qur'an-ı Kərim oxumaqda savab azdır, bəzən də hətta günaha qədər aparır, çünki mənalar, orada ifadələr dəyişir. O səbəbdən Qur'an-ı Kərimi gözəl oxumaq, namazlarımızda gözəl qiraətli Fatihə surəsini oxumaq səbəbi ilə Qur'an-ı Kərimi üzündən oxumağı öyrənək. Allah-u Teala əməldə müvəffəq etsin. Qur'an sahibi köməyimiz olsun. Amin.